Deməli, Heydər Əliyev KGB'də işləyən vaxtı, yəni KGB'də işləyən vaxtı Qaz-24 markalı avtomobildən gəlirmiş Lənkərana. Lənkərana gəlirmiş. Lənkərandan qayıdanda deməli bu hissə çox maraqlı hissədir. Ona görə deməli dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Heydər Əliyev KGB'də işləyəndə 69-dan danışıram, 68-69-cu ildən. Cavan oğlandır Heydər Əliyev, bazar gəlir Lənkərana. Və bəzi hallarda Lənkərandakı o hissəsini Bakıya çağırır. Bakıdan özü aparır Lənkərana qoyur. Bəzən gedib özü gətirir Lənkəranda. Bəzən gəlib özü eləyir. Ağrı ki, Lənkəranda Heydər Əliyevin bir olur, qurur. Deməli, bir gün Heydər Əliyev yenə eləyir. Lənkəranda, meşədə, qıraqda o vaxtı bilirsiniz də əxlaqsız tapmaq çətin idi. Yəni, hələ gözəl, yaraşıqlı belə bir qız tapıb eləmək çox çətin idi. Bir rayonda bir dənə qız əxlaqsız olanda ona nə qadınlar yaxın gedirdi, nə də onun keçmiş yerinə kişilər salam verirdi ki, adıma söz çıxar. Deməli, Heydər Əliyev burada gəlib, bazıda çoxulu yeyib içiblər, çoxulu yeyib içiblər, kanyakdan, araqdan içiblər, öz dinlə. Lənkərandan olan o qız da bildiyim qədərindən dəyərli həmvətənlərim, orada o vaxt ruslar çox idi, rus qızlarından imiş. Bütün hallarda Heydər Əliyev ya KGB'nin rəhbəri olanda, ya da mavini olanda, Lənkəranda balıqdan gələndə, maşın o qədər içkili olurlar ki, Heydər Əliyev və yanındakı o qədər içkili olurlar ki, maşın qəzaya düşür. Cəllabad ərazisində maşın qəzaya düşür. Qəzaya düşən kimi o vaxtı Rafiq Əliyevin, keçmiş İqtisadiyyat Naziri Rafiq Əliyevin dayısının adını bütün mənbələrdə Bəhriş yazırlar. Mən də özüm də şübhələndim ki, bəlkə Bəhruz olan, indi hər halda xəbərin sonuna kimi dəqiqləşdirəcəyik. Bəhruzdur, yoxsa Bəhriş. Hər halda Bəhriş yazıblarsa Bəhriş də deyək. Rafiq Əliyevin dayısı görür ki, Qaz-24 maşında kimsə avariya düşdü. Gəlir, yaxındaymış da, təsadüfə baxın. Gəlir, baxır ki, bir cavan oğlan, bilmir, Heydər Əliyev zadı tanımır adam. Bir də yanında bir rus qızı, ya rusdur, nə, sarışın bir gözəl bir qız, lümbələm lütdülər. Bir dənə Heydər Əliyev Tursikdədir. Bir də bikinidə də qız. Lümbələm lütdülər, içkilidirlər və avariya düşüb. Tez bazar nə bilsin ki, bu KGB rəisidir, ya rəis mavinidir. Elə bilib sadə bir adamdır da. Rafiq Əliyevin dayısı elə bilib sadə bir adamdır. Tez bunu çəkib, evinin yaxınındaymış hadisə. Tez çəkib Qaz-24'ü, indi uşağın namı nəyinlə, Qaz-24'ü itəliyə gəlib ot tayasının altında gizlədib ki, polis görməsin də, yazıqdır, 2 dənə ziyana düşməsin. 2 dəfə ziyana düşməsin, yazıqdır. Qaz-24, qəzaya düşən Qaz-24'ü ot tayasının altında gizlədibdir və Heydər Əliyevdən də qızı aparıb evinə. Baxıb ki, Fikrətin dayısı görüb ki, Heydər Əliyev çox içibdir. Elə gələn düzdür, qəzada yaralanıb eləmə yoxdur, o qədər yaralanma yoxdur. Heç qəzada, sadəcə çox içibdir. Elə yatmaq istəyir Heydər Əliyev, çox içibdir. Biraz da qəzanın stresi. Amma qızın da deyil qızın. Heydər Əliyev o otaqda yatızdırır. Fikrətin dayısı, keçmiş İqtisadiyyat Naziri Fikrətin dayısı və qızı da başqa otaqda yatızdırır, özü də arvadının yanına girir. Qız da lüt görüb, lüt gətirib axı. Gələndə belə paltarını püküb qızın altına.
neyse arvadın yanından sürüşür düşür, arvadının yanından sürüşür düşür, gedir Heydər Əliyevin civisinin yanına. Bir balaca sağ sol girişir, Heydər Əliyevin civisine bakır. Ve arvadı bunu tutur, arvadı tutur ha bunu. Orada da bir skandal olur, gör kişi lüt kızla getirdi, arvad gör kişi yanında yoktu, bakır ki o kişi hala o bir otaqda yatıbdı, kız da bu bir otaqda yatıbdı ve bu da yanından təzəcə şalvarını geyinib çıxır. Ve orada bir skandal olur, bir dava olur. Ama Heydər Əliyevin bundan xəbəri olmur. Bütün hallarda bax söhbət başlayır buradan. Deməli, Cəllabadın bəzi hörmətli kişiləri bu hadisəni gözəl bilirlər. Cəllabadın bəzi hörmətli kişiləri bu hadisəni gözəl bilir. Neyse, uzun sözün kısası, Heydər Əliyev KGB bir adamına zəng eləyir, səhər duran kimi. Səhər indi kız da bir paltarza geyinir də, arvada bu Kərəm Həsənovun da, Kərəm Həsənov deyirəm, Rafiq Fikrət qardaşlarının da dayısı. Deməli, qıza paltarza geyindirir, arvad da dalaşıb, arvad küsür, belə burnunu sallayıb, o vaxtın kişilər də biraz sərt olur da, buna etiraf eləməyə dəyər. Deməli, Heydər Əliyev də səhər tez bir adam çağırır, təcil, həmən bölgənin KGB rəisi gəlir, Heydər Əliyev aparır, qıza da deyir ki, ala bu pulun nə bilim ya bu kişi ora göndər cinən bunu Lənkərana. Neyse Heydər də biraz qorxur, axı Rusiya bilsə bunu minər. Zaten Heydər Əliyevin Naxçıvandan bir dəfə müdür, Naxçıvan KGB rəisi əvəzi qalanda katibəni eləmişdi. O da düz Moskvaya zəng eləmişdi, birbaşa yuxarı şikayət eləmişdi. Ermənilər qutarmışdı Heydər Əliyevi. Zaten ta bu proje hələ Heydər Əliyevin qarnında olanda ta Heydər Əliyevi ya Şamiyanın dostu Mikayan sataniki Şamiyanın bacısını pısanda ya da ki Şamiyan Piyanov öz bacısını pısıyıbdı ve onu da veriblər Əlirziyə ərə. Uzun sözün kısası bu bir projenin, Böyük Ermənistan projesinin bir parçasıydı Heydər Əliyev. Ona göre ermənilər daimi bunun dalında dururdu. Uzun sözün kısası nə olubdu? Deməli Heydər Əliyevin də qardaşı Cəlal Əliyev həmən zona üzrə toxumçuluğun rəhbəri idi. Yəni, toxumçuluğa rəhbəri eləyirdi, xüsusilə cənub zonasında. Və Heydər Əliyev qardaşına deyir, Cəlal Əliyevə deyir ki, get deyir ora, orada bir adam var, məni xilas elədi, yeri bu, adresi bu, adı bu. Get onu tap, hörmət elə ona. Get onu tap, ona hörmət elə. Nə lazımdır o kişiyə şərait yarat. Heydər Əliyevin qardaşı Cəlal Əliyev gəlir evə, soruşurlar, bu kişi hardadır? Bu Fikrət Rafiq Əliyev qardaşlarının dayısı, burada Bəhriş deyilə göstərilib adı, Bəhriş. Bəs hardadır bu? Deməli, deyərlər ki, bəs deyəsən nəsə qız köçürürmü, yoxsa kimisə qızı köçürmü, ona cehiz almağa gediblər. Evə mebel almağa gediblər. Hası marketdə o vaxtda rayonda bir dənə mebel mağazası olardı da. Gəliblər, görüblər ki, bəs bu adam, o Heydər Əliyevi xilas eləyən adam, basan adam, yəni ex-nazir Fikrət Rafiq Əliyev qardaşlarının dayısı mebel alır. Soruşur, bu neçədir, o neçədir? Deyir, bəy, məni göndərən adam, sizin xilas etdiyiniz adam Heydər Əliyev idi. O məni göndərib ki, sizə nələrsə edim. Bu da deyir ki, mən neyniyəsəm, kətçi adamam. İndi bu da qorxub ki, qıza da baxışam. Deməli, deyib ki, bəs belə-belə. Mebel almalıyam, mebel ehtiyacım var, pulum da var, alıb gedəcəm. Deyir, yox, burada sizə yaraşan mebel yoxdur. Burada sizə yarayan mebel yoxdur. Mən sizi aparıram, Bakıdan mebel aldıracam sizə. Və aparanda indi zəhzat eləyir evindən ki, bəs Heydərə gətirdim, onu mebel alasıydı, bura gətirdim, belə-elə. Deyir ki, bir soruş gör onun vəzifəyə təyin olunması bir qohum əqrabası varmı? Evladı, zadı. O şimdi deyir ki, hamımız adamıyıq, yəni. Sadə, institut qutarmayan adamlarıyıq. Amma bir hörmətli bacım var, o hörmətli bacım oğlu var. O yaman savadlı adamdır. Kimdir? Fərhad Əliyev.
Fərhad Əliyev. Və Fərhad Əliyev iqtisadiyyat üzrə oxuyubdur, savadlı adamdır. Deyib onu göndər yanıma. Şaqqıldadır, xırda vəzifə bilmirəm, hansı vəzifələrdən fırlatdı, gəldi, qoydu onu iqtisadiyyat naziri. İqtisadiyyat naziri. Və qardaşının da diplomu yox idi Rafiqin. Rafiqi də gəldi, neftin o bir böyük biri orada vəzifəyə qoydu. Bilirsiniz də, Rafiqin vəzifələri çox elə özü qədər böyük idi. Bütün neftə nəzarət edən oydu. SOCAR bütün zapravkalarına nəzarət edən rəhbər şəxsi oydu. Mən milyardlar qazandılar. İndi baxın, mən deyəndə ki, bu hakimiyyətin hamısı 200 qrama qədər, o hakimiyyətdə oturanlar, Əliyev rejiminin başında duranlar, elə İlhama qədər, elə Heydərə qədər, hamısı 200 qramlıq maşın məhsullarıdır. Hamısı 200 qramlıq maşa görə kişi olub ortaya çıxanlardır. Daha doğrusu niye kişi olub deyirəm, onlardan kişi olmasa çox. Sadəcə bizdə elə ki, biraz yaltaqlıq var da millətimizdə, pullu adamlara kişi deyirlər də, kişinin pulu olar deyirlər. Pullu adamlara bəzi zəkalılar kişidir. Ona görə də o zəkalıların dilindən danışıram. Yəni zəkalılar inciməyin məndən. Yəni hakimiyyətdə olanların hamısı 200 qramlıq maşın məhsullardır. O maşa görə 200 qramlıq qadının parasının arasına görə bunlar kişi olublar, pullu olublar, bunlar bu dəmdəsgaha sahib olublar. İndi gəlin bu məlumatı mənə necə yazıblar onu sizə çatdırım, dalınca şad xəbərlər verəcəyəm sizə. Deməli, baxaq. Hələ bunu öz kətçiləri yazır, öz kətçiləri, qonşuları yazır. Öz qonşuları, kətçiləri. Deyir, tez-tez yazıram, hərif səhv olur, bağışda. Deməli, Bəhriş Heydər Əliyev KGB-də işləyən vaxtı Qaz 24 markalı maşınla Lənkərandan gələndə, yəni Bakıya gedəndə qəza edibdi, yanında da bir qız qəza edibdi və Fərhad Əliyevin dayısı Bəhriş maşını görübdü, ot tayasının altında maşını gizlədib, piyan, biraz da ola bilər yaralı, adca zədə almış Heydər Əliyev ya qızı gətirib evinə, orada görüb ki, qızın vəziyyəti yaxşıdır, elə Heydərin də vəziyyəti yaxşıdır. Sadəcə stres ola bilər, adca da əzilməz ad olan və qıza səhərə kimi və Heydər Əliyevi də yatızdırır. Uzun sözün qısası, Bəhriş bildirmiş ki, bu avariya elə Bəhriş, yəni dayısı, Fərhad Əliyevin dayısı Bəhriş bilmirmiş ki, bu avariya eləyən Heydər Əliyevdir. Sadəcə bunu sonradan bildi. Cəlal Əliyev, İlham Əliyevin əmisi cənub zonasında toxumçuluğa baxan vaxtlarda birdən Cəllabada gəlir, mebel dükanına, yəni bu vaxtları gəlir də mən deyən ki, mebel dükanına Fərhad Əliyevin deməli qardaşı Azpetrolun keçmiş rəisi Rafiq Əliyev işçisinə neyse ondan sonra burada biraz yazanda səhvliklər buraxır, biraz savadsız adamdır bu da. Yəni mən deyən kimi oldu bu proses. Yəni burada yazır ki, bir balaca Rafiq Əliyev zapravkada işləyəndə, demək Rafiq Əliyev işçilərinə deyir ki, Cəlal Əliyev və denən hələ ki indi yaxşı mebel yoxdur, ünvanını desin, mebel zakaz eləyərək gələndə göndərərək. Deməli belə bir halda baş verib burada deyir ki, Cəlal Əliyevə mebel lazım imiş, yoxsa nə lazım imiş, nəsə bir şey lazım imiş orada. Mebel deyəndə indi mebel dükanına baxır. Sənə layiq olan mebel burada yoxdur. Ancaq orada nəsə bir şey xoşuna gəlir. Nəsə bir şey. Bunu da deyir ki, Cəlal Əliyevə bəs sənə çatdıraram. Uzun sözün qısası Fərhad Əliyev və Rafiq Əliyev qardaşları hakimiyyəti Heydər Əliyevin gücünlə, Heydər Əliyev gələn kimi, prezident olan kimi, prezident oldu. İndi bilirsiniz də nətər deyim, uzatmayaq da söhbəti. O vaxtı KGB-nin rəhbəri olanda Heydər Əliyevin nəzərində olurlar bunlar. Heydər Əliyev bunlara cüzi şərait yaradır. Hörmət edir, cüzi şərait yaradır. Heydər Əliyev. Çünki Heydər Əliyev paqon daşıyır, Rusun vaxtıdır. Yəni çox da qorxaq adamdır. Amma və lakin Heydər Əliyev prezident gələn kimi, söhbət başqa söhbət olur. Heydər Əliyev prezident gələn kimi, deməli Cəlal Əliyev, İlham Əliyevin əmisi cənub zonası toxumçulara baxır, orada nəsə zakaz eləyir. O da deyir ki, Fərhad Əliyevin qardaşı Azpetrolun keçmiş rəhbəri Rafiq Əliyev deyir ki, sizə layiq deyil, Cəlal Əliyevə daha yaxşısını gətirərəm. Neysə, deməli,
Ferhat Əliyev ve Heydər Əliyev sırazı zaten gözü üstündeydi. İqtisadiyyatı bitirmişti. Onu biraz qabağa çəkir Heydər Əliyev. Ama gələn kimi de onu nazir təyin edir, İqtisadi İnkişaf naziri təyin edir. Ve kardeşi Rafiq Əliyevin de diplomu yok idi. Ferhat Əliyevin pulla aldığı diplomdan sonra Ferhat Əliyev de kardeşi Rafiq Əliyevi qabağa çəkir ve Rafiq Əliyev de Azpetrolun rəhbəri olur. O vaxtda çox xod gedirdi, yadınızdadırsa. Celal Əliyev qardaşı Heydər Əliyev prezident gələn kimi Rafiq Əliyevlə görüşür. Deyir ki, qardaşım Heydər prezidentdir, ali təhsillisən. Rafiq deyir ki, sadəcə qardaşlarım, qohumlarım, ali təhsillilər arasında Rafiq Əliyev ən savadlıdır, ən başarıqlıdır. Diplomu, zadı, nə bilim nə. Onu qaldırırlar İqtisadi İnkişaf naziri. Uzun sözün qısası burada yazır ki, yəni bu hadisədən sonra Heydər Əliyev KGP-nin rəhbəri olandan sonra deməli Ferhat Əliyevdən çox qardaşı Celal Əliyevdən əlaqəni itirmirmiş Heydərin qardaşı. İstifadə edirmiş. Ferhat Əliyev və Rafiq Əliyev qardaşları hakimiyyətə, Heydər Əliyev hakimiyyətə gələndən sonra Cəllabadın deməli prezident təyin edildilər, Azpetrolun sədri təyin edildi, nə bilim nələr oldu, nələr. Kərəm Həsənov və Malik Həsənov qardaşları da hakimiyyətə gətirən kim oldu? Ferhat Əliyev oldu. Ferhat Əliyev, Rafiq Əliyev qardaşları deməli Kərəm Həsənovu özünə mavin təyin elədi. Qardaşı Maliki də öz ətrafına çəkdi. Amma burada həyatının səhvini buraxdı. Kərəm Həsənov Montenegro'da, Çexiyada, Dubayda, Türkiyədə çoxlu biznesləri və villaları, mülkləri var idi. Ferhat Əliyev və Rafiq Əliyev bir qardaşı Sudeyevdir. Sudeyev nədir bilmirəm. Sudeyev nəsə bir qardaşı da var. Sudeyev. O bir qardaşı da olmalıdır, dördüncü qardaşı da. Ferhat Əliyev və Rafiq Əliyev Cəllabad rayonuna Cəllabad rayonunun Alar kəndindəndir. Alar kəndindəndir. Ferhat Əliyev və Rafiq Əliyev Sudeyev doğma qardaşları Sudeyev üçü də birgəzdir, bir qardaş da olmalıdır deyir, dördüncü qardaş da. Çox imkanlara sahib olurlar. Ferhat Əliyev, Rafiq Əliyev, Sudeyev qardaşları atasının adı Şöflət, anasının adı isə Şövkətdir. Baxın, atasının adı Şöflət, anasının adı Şövkətdir. Ferhat Əliyevin anası həc ziyarətində olduğu üçün Həci Şövkət deyirlər. Ferhat Əliyev və Rafiq Əliyev, Sudeyev, üç qardaş deməli ayağının altını eşən Kərəm Həsənov və Malik Həsənov qardaşları oldu. Ferhat Əliyevin qardaşı Sudeyev rəhmətə gedibdi. Deməli, Ferhat Əliyev və Rafiq Əliyevin bir qohumu da əvvəl vəzifədə olmalıydı. Vəlixan Təbiəti Mühafizə naziri idi. Hamısını işdən atdılar. Ferhat Əliyev və Rafiq Əliyevi tutdular. Sonra hamısı vasitə ilə 9 ilə nə qədər türmədə, 9 ilə qədər türmədə yatdılar. Heydər Əliyevin heykəlinə türmədən çıxandan sonra iki qardaş ikisi də baş əydilər. Ferhat Əliyev və Rafiq Əliyev qardaşlarının Heydər Əliyevlə heç bir qohumluq, yaxınlıq əlaqəsi yox idi. Sadəcə dayısı Heydər Əliyev eləyəndə, avariya düşəndə onu xilas eləmişlər. Bundan başqa şey olmamışdı. Ferhat Əliyev və Rafiq Əliyev qardaşları hakimiyyətə indiki prezidentin köməkçisi Kərəm Həsənovu gətirir, öz vəzifələri, öz yanına öz mavini gətirir. Ferhat Əliyev birbaşa Kərəm Həsənovu özünə köməkçi gətirir. Kərəm Həsənov əlinə düşmüş fürsəti dəyərləndirir. Kərəm Həsənov əlinə düşmüş Ferhat Əliyevin köməkçi işlədiyi vaxtı Kəmaləddin Heydər, Ferhat Əliyevin bütün qardaşı Rafiq Əliyevin bütün var, devlət, qeyri-qanuni əməlləri barədə Kəmaləddin Heydərova və keçmiş Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Eldar Mahmudova kifayət qədər məlumatlar və kasetlər ötürür. Ferhat Əliyev özü indiki balaca Heydərin, Ferhat Əliyev özü gör Heydər Əliyevə nə qədər yaxın adam olur ki, nə qədər Heydər Əliyev bəladan o
Qutarır. İndi bilmirəm, sonra uzun müddət o Rus qızını Rafiqin dayısı da Heydər də mi bastı Heydər Əliyevdə? Daha orasını deyənmərəm. Gör, Heydər Əliyev Rafiq Əliyevin dayısıyla nə qədər yaxın adam olur ki, Balaca Heydərin kirvəsi Fərhad Əliyev olur. Kərəm Həsənov da keçmiş DTX naziri Eldar Mahmudovun qızının toyunda yallıya başçılıq eləyən olub. Yallı çəkirlər ha toyda. Bunlar birisi də soyu kökü Kürddülər. Toylarda, Kürdlərə bağlı toylarda. Yallı çəkmək üçün yallının bir rəhbəri olur o qabaqda belə ki, tutan o yallını birbaşa hazırlayır toy üçün. Deməli, Kərəm Həsənov DTX naziri Eldar Mahmudovun qızının toyunda yallıya başçılıq eləyən adam olur. Həsənov qardaşları, deməli, Həsənov qardaşları, bugünkü Malik Həsənov, sonra Kərəm Həsənovdur. Malik Həsənov 1969 təvəllüdlü olmalıdır, Kərəm Həsənov 70 təvəllüd olmalıdır. Fərhad Əliyev və Rafiq Əliyev qardaşları hakimiyyətdən gedənə kimi birbaşa Kərəm Həsənov və Rafiq Əliyev Cəlilabadda Fərhad Əliyevə deməli, Fərhad Əliyevə məxsus bütün üzüm sahələrini, torpaqları özəlləşdirib öz adlarına keçiriblər. Fikir verin, Kərəm Həsənov qardaşı, deputat qardaşı Malik Həsənov Heydər Əliyevin zamanından gücü qüvvəti olan Fərhad Əliyevin, Rafiq Əliyevin Cəlilabadda nəyi varsa hamısını əlindən alırlar. Fikir verirsiniz? Deməli, Fərhad Əliyev və Rafiq Əliyev qardaşları hakimiyyətdən tutulub gedənə kimi birbaşa Həsənov qardaşları Fərhad Əliyevə məxsus Cəlilabadda üzüm sahələri, torpaqları öz adına format elədilər. Yəni ölkədən türməyə düşüb, türmədən də sonra getdilər ha. Hamısını o ərəfədə öz adına format elədilər. Mən elə gəlir burasını deyim də, Kərəm Həsənov yaraşıqlıdır. Mən elə gəlir Mehribanla bir qaranlıq əməli olubdur. Sevgi, mevgi. Gör, nə qədər adam Kərəm Həsənov nə qədər toxunulmaz şəxsdirsə, hətta Mirşahinə kimi baxın, Mirşahinə kimi kanalda Kərəm Həsənov cadugar yanına şəxsən getməsi, sonra bacısını cadugar yanına göndərməsi, deməli 1,5 milyon 1.500.000 cadugara pul verməsi, İlham Əliyevi cadula, Mehribanı cadula, Leylanı öz bacısı oğluna almaq üçün, baxa, Leylanı öz bacısı oğluna almaq üçün, ha, Leylanı caduladı, cadugarı tutdular, türməyə saldılar, sonra cadugarın arxasında da böyük qüvvələr vardı, kimlərəsə lazımlı cadugar idi, puldan basdılar, çıxartdılar, çıxan ki mikrofona çıxdı, dedi ki birbaşa, birinci dəfə Kərəm Həsənov gəldi, dalınla dedi, bacım səndən əlaqə saxlayacaq, 10 milyon dedi, sənə pul verəcəyim. Milyon yarımı veribdi, amma Leyla ilə evlənənmədi də bir türlü. İndi də pulunu istəyir, məni tutturdu, nə bilim, neynədin ağar. İndi baxma, mən prezident olam, ya siz kimsə hansınızsa prezident olasınız, sizin qızınızı cadulayan adamı özünüzə köməkçi saxlayarsınızmı? Yeməyinə nə qədər aybaşı suyu töküb İlham Əliyevi, Mehriban Əliyevanın, Leylanın yeməyinə nələr qatıblar, nələr, cadular, əməllər. Neyse, sonunda indi Mehriban alınmayıb da, alındıranmayıblar. Və amma söhbət ondan gedir ki, İlham Əliyev niyə görə dillənmir, Mehriban niyə görə Kərəm Həsənovun kitabını bağlamadı? Çünki Mehribanla sevdi, mən bildiyim qədərinə. Yoxsa Kərəm Həsənovu məhv eləyərdi. Nə ehtiyacdır? Güya orada Kərəm Həsənov əvəz eləyəcək adam yoxdur Mehriban ətrafında. Hər nəysə, baxaq. Fərhad Əliyev və Rafiq Əliyev qardaşları hakimiyyətə gələ bilsələr, birinci Kərəm Həsənov və Malik Həsənov qardaşlarını qıyma eləyəcəklər. Özlərinə söz verib and içiblər. Vəzifəyə Fərhad Əliyev başda olmaqla bir də qardaşı Rafiq Əliyevi aparmışdı. Bu nə idi? Kərəm Həsənov. Qardaşlar, deməli, Kərəm Həsənov və Malik Həsənov qardaşlarını vəzifəyə Fərhad Əliyev başda olmaqla bir də Rafiq Əliyev aparmışdı. Bunlar vəzifəyə təyin edib, sonra Kərəm Həsənov, Malik Həsənov bunların ayağının altını qazıb bütün sirlərini veribdi. Mehriban Heydər Əliyev də ölməz,
kimi bu qardaşların kitabı bağlanıbdır. Vəssalam. Mehriban Əliyev ilə hələ Kərəmin bir yaraşıqlı Pirus 18 vidi. Qardaşların torbasını tikən Kərəm Həsənov və Malik Həsənov qardaşları oldu. Fərhad Əliyev və Rafiq Əliyev qardaşları Cəlilabad rayonunun Alar kəndindəndir. Tayfası da Abdulu tayfasıdır. Kərəm Həsənov və Malik Həsənov qardaşları Cəlilabad rayonunun Günəşli kəndindəndir. Tayfası da Təklə tayfasıdır. Kərəm Həsənov birbaşa Cəlilabad rayonunun Günəşli kənd yeznəsidir. yəni öz kətçisi ilə evlənib hakimiyyətə gələndən sonra şişib əlavə arvadlar alıb, ondan sonra neçədən arvad alıbdır əlavə. Kərəm Həsənov birbaşa Cəlilabad rayonunun Günəşli kənd yeznəsidir. Öz kətçisi ilə evlənib hakimiyyətə gələndən sonra şişib əlavə arvadlar da alıb. Arvadının köhnə birinci arvadını bəyənməyib. Kərəm Həsənov və Malik Həsənov qardaşların Cəlilabadda Kamal adında bir doğma əmisi oğlu da firoyunluq edirdi. Cəlilabadda Həsənov qardaşlarının mal, qara, cins, iri boynuzlu heyvan saxlayırdılar. Yataqları, fermaları var idi. Uzun sahələri, əkinləri çoxdur. Hətta əmisi oğlu Kərəm Həsənovun əmisi oğlu Kamal Həsənovun da çox şeyi var, çox şərait yaradıblar ona. Bunlar milyarderdir, nəsillikcə milyarderdir artıq. Kərəm Həsənov və Malik Həsənov qardaşlarının Şamaxı şəhərində böyük mal, qara yataqları, iri boynuzlu, xırda boynuzlu heyvan sürüləri var. Fərhad Əliyev və Rafiq Əliyev qardaşları lap əvvəllər kasıb adam olub, xırda heyvan qaraları olubdu. Tələbə olan vaxtı tələbə yoldaşının paltarını geyinib Fərhad Əliyev tələbəlik edirmiş. Fərhad Əliyev doğrudan da çox savadlı olub. Rafiq Əliyev isə sonra pul gücünə oxuyan olubdu, Fərhadın imkanlarından istifadə edən. Kərəm Həsənov həmçinin iqtisadiyyat sahəsini bitirib, amma çox savadlı olduğu və kəndə kəsəyə, öz elinə obasına can yandıran olubdu. Bu Kərəm və Malik Həsənov kimi Cəlilabadlılara qan uddurmurdu, Cəlilabadlılara çox hörmət eləyirdi. Belə adam lazım deyil axı İlham Əliyevə, bax, dəvənin quyruğu burada qopur. Bu arada Fərhad Əliyevi belə tərifləyirlər. Fərhad Əliyev başda adam olsaydı, bu boyda da milyonları var da, hər halda hər şey, yenə də hər şey var, İngiltərədə yaşayır. Bu boyda milyonları olsaydı, bu hökumətin alternativi bizik də, bizdən başqa kimdir ki alternativi? Şərq namusu olsaydı onun, namus davası eləyən bir yazı olsaydı Fərhad Əliyev, Rafiq Əliyev qardaşları, onlar mənə ya hansısa bir siyasi fəaliyyətlə məşğul olanlara dəstək verərdi. Xüsusilə kör ölkənin başına mənim gəlməyim demək olar ki, kəsinləşibdir. Amma bunlarda namus, şərəf yoxdur. 200 qramlığa görə gəlmədim. Fərhad Əliyev nazir olub 200 qramlığa görə kişi olmayıb bu. Bir dənə Heydər Əliyevdən dayısı nədir o, bəhişdir nədir o, bir yerdə yaladığına görə, ya ayrı-ayrı bir yaladığına görə Fərhad Əliyev kişi olmayıb bu. Onunla nə kişi özü üstqabilə hansı yardım eləyir. Deməli, dəyərlənmədənlərim, burada çox yazılmış, burada kətçiləridir. Kərəm Həsənov həmçinin iqtisadi adamı. Fərhad Əliyev və qardaşları, istər Kərəm Həsənov, Malik Həsənov qardaşları olsun. Bax, burada yazır, bu da doğrusunu yazır. Kərəm Əliyev, Fərhad Əliyev və Rafiq Əliyev qardaşları olsun. İstərsə Kərəm Həsənov və Malik Həsənov qardaşları olsun. Hamısı oğul xalqın sərvətini uğurlayan. Nə olsun ki, Fərhad Əliyev, Rafiq Əliyevdir, yazlıq elədiyi bir neçə ailəyə, ya yaxın olduğu bir neçə ailəyə kömək eləyibdir. Nə olsun bir su çəkdiribdir, nə bilim bulaq çəkdiribdir. Nə olsun ki? Fərhad Əliyev və Rafiq Əliyev qardaşlarının Sumqayıtda yağ fabrikləri də olmalıdır. Hələ bildiyimə görə Ərdoğanın oğluyla, indilərdə bilirəm ki, Ərdoğanın oğluyla, Bülent Ərdoğanla Fərhad Əliyev və Rafiq Əliyev qardaşları Bilal Ərdoğanla şərikdilər Bilal Ərdoğanla. Ortaq biznesləri var hardasa. Qabil müəllim birbaşa Fərhad Əliyev və Rafiq Əliyevin vaxtına, zamanına görə yekə qul olublar.
Həsənov qardaşları, Kərəm Həsənov və Malik Həsənov qardaşları, deməli, qardaşı Milli Məclisdə olan Malik, siz də bağışlayın, Qabil müəllim millət vəkili yox, zillət vəkilidir. Birbaşa arvadını İlham Əliyevin altına qoyanlardır. Qabil müəllim, Kərəm Həsənov və Malik Həsənov qardaşları təklə tayfasındandılar, təklə tayfasından. Ancaq bunları təkləyib məhv eləmək olur, təklə. Təkləni təkləyib vurasan, yoxsa onlara bata bilmir, onları vura bilmir, o qədər onlar güc alırlar. Hardan güc aldığı bəlli deyil. Ola bizim cadugarlardan da indi İsrail ora-bura hər yerdə cadu eləyir. İndi cadugarının biri ələ keçibdi, biabır olubdur. Yəni hardan güc alırlar, onlara bata bilmir, onlar ancaq təklənməlidirlər, elə məhv edilə bilər. Qardaşlar, indiki zamanda gücü çatmaz, çünki çox böyükdülər. Kərəm Həsənovdan Malik Həsənova kimisə gücü çatmaz. Üstəlik Kərəm Həsənov Mehriban Əliyeva ilə sevgili olduğu da deyilir. Ya Mehribanla ya qızlarla. Axır ki, ailədə bir eşq plus 18 münasibət var. Qabil bəy, bu Fərhad Əliyev və Rafiq Əliyev qardaşlarının tutulmağına hakimiyyət sir verənlərdən biri də keçmiş iş adamı Rəsul Quliyevdir. Deməli, Rafiq Əliyev və Fərhad Əliyevin tutulmasına Kərəm Həsənov və Malik Həsənov qardaşlarından başqa Rəsul Quliyev də bunları satıbdı. Fərhad Əliyev və Rafiq Əliyev qardaşları Biləsuvarda keçmiş pambıq zavodunun müdürü olubdu. Deməli, keçmişdə o Heydər KGP-nin rəhbəri olanda pambıq zavodunun müdürü olubdu. Nə billahsa bu Sürət Hüseynov da pambıq zavodunun, yun zavodunun müdürü olubdu. Heydər Əliyev də nə billahsa pambığın içindən çıxmırdı. Saxta pambıq o şişirdilmiş pambıq hesabatlarından da həmişə Heydər Əliyev özünü qabağa çəkirdi. Çünki pambıqdan barıt hazırlanırdı, pambıqdan paltar hazırlanırdı. Pambığa çox ehtiyac var idi Azərbaycanda, ona görə. Deməli, pambıqçılar da çox işləyir, o zavodun başında duranlar. Yəni, deməli, pambıq zavodunun müdürləri də KGP-nin qeyri-ştat, yəni ştatdan kənar işçiləri olubdu. Çox güman ki, Sürət Hüseynov ta o vaxtdan. Sürət Hüseynovun mavini, Sürət Hüseynovun mavini mənim dayım olub, mən bilmirəm nə deyirəm. Sürət Hüseynov Həsəndir, Həsən Hüseyin, mənim dayım olub, mən bilmirəm nə deyirəm. Onun öcək qardaşı, yəni Məmiş, Yevlağın polis rəisi. Mən onların evində də olmuşam, yun zavodunun müdürünün mavini. Mənim atam 86-cı ildə, 86-cı ildə M21 maşını yun zavodunun müdürünün mavinindən alıb. 100 manat, 50 manat vermək şərtindən. Özü Qaz 24 aldı deyə. Yəni, mən bilmirəm nədir, mən onların əzbər tanıyıram. Mən bilmədiyim şey qurd düşər, sadəcə çox dərinlərə girməyin mənası yoxdur. Mən maraqlıdır, Sürət Hüseynovun 30-dan çox təkcə İstanbulda valyuta mübadiləsi, valyuta dəyişmə məntəqəsi var. Bunlara kim başçılıq edir? Onun oğlu qaldı mı? Nədir? Moskvadakı milyardlarla sərvətə kim başçılıq edir? Mən hələ də bu maraqlı qaldı və onların hamısı xalqın balansına keçəcək, indidən deyirəm. Eks-məmurlar yadımızdan çıxmamışsınız. Deməli, dəyərli vətənlərim, deməli, Fərhad Əliyev, Rafiq Əliyev qardaşları Biləsuvarda keçmiş Heydər Əliyevin dəstəyi ilə KGP sədri olanda, general olanda pambıq zavoduna müdür olan Əmirov Vasif adlı qohumu da var. İndi rəhmətə gedib. Həmin Vasif Əmirov Fərhad Əliyev və Rafiq Əliyevin tutulmamışdan biraz qabaq deputatlığa namizədliyini verdi. Fərhad Əliyev və Rafiq Əliyevə görə keçmiş pambıq zavodunun müdürünü də bastılar türməyə. Vasif Əmirov indi hal-hazırda rəhmətə getdi. Biraz yekunlaşdırmağa çalışacağım, çünki bundan gözəl xəbərlərimiz var, bundan gözəl qəşəng. Deməli, Kərəm Həsənov və Malik Həsənov qardaşları kəsən başa sorğu-sual yoxdur. Prezident köməkçisi Kərəm Həsənov qardaşı deputat Malik Həsənov vəzifəyə gələn kimi qardaşını da deputat təyin elətdirdi. Qabil müəllim, Biləsuvar polis ilə, özür keçirəm başqa məsələyə. Bəhrişdir, burada dəqiqləşdirdim adını. Bəhriş, Rafiq Əliyev
və Fərhad Əliyev qardaşlarının dayısıdır. Dayısıdır. Deməli, Babil Müqlim Bəhrişdir adı. Babil Müqlim Bəhrişdir. Deməli, dəqiqləşdirdim, dayısının adı Bəhrişim. Yəni, Heydər Əliyevi xilas eləyən Fikrətin dayısı Bəhrişiymiş. İndi gəlin görək, burada qısaca yekunlaşdıram bunu, çünki işimiz çoxdur hələ.